34-cü sualımıza. Demək, 34-cü sualımıza ayrıca baxaq. Keçən dərslərdə güvənin Python bölməsini izah edəndə lower, capitalize, upper bunlara toxunmuşdu. Lower bilirik ki, nə edirdi? Bilirik ki, bütün simvollar kiçik yazılırdı. Kiçik. Capitalize nə idi? Yalnız birinci simbol böyük yazılırdı. Yalnız birinci simbol büyük. Upper'da bilirdik ki bütün simvollar büyük. Buna 1 deyək, buna 2 deyək, buna da 3 deyək. Upper'da bilirdik ki bütün simvollar böyüdürdü. Bütün simvollar büyük yazılırdı. Büyük. Kısa bir hatırlatma kimi bunu yazdım. İndi davam edək. Deyir ki, birinci çap et, A sətrinə tətbiq edirik lower. A sətrində necə idi? Apple'da bu dedi ki, lower nə edirdi? Bütün simvolları kiçildirdi. Demək, Apple'daki A simvolu da kiçik olacaq. Digərləri onsuz da kiçikdir. Olacaq Apple bu şəkildə çap olunacaq. Sonra deyir ki, C capitalize. C'ye capitalize. Yani bunu tətbiq etdikdə necə olur? İlk simvol böyük olur. Onsuz elə burada ilk simvol böyükdür. Olacaq demək. Ananas bu şəkildə. Sonra onu boş bir sətirlə yəni toplayacaq. Topladıqda arada bir boşluq olacaq. Sonra üzərinə gələcək B-ni. B-nin də qiyməti nədir? Enddir. Düzdürmü? O bu şəkildə. Sonra buna tətbiq edəcək upper'ı. Upper nə idi? Bütün simvollarını böyük yazacaq. Olacaq bu şəkildə. Yenə qeyd edirəm. C-yə capitalize tətbiq etdik. Onsuz da elə belə idi. Sonra onu boş bir sətirlə topladı. Boş bir sətir, yəni boşluq verir. Sonra üzərinə gəldi digər sətri B-ni. Bu da oldu end. Bunu tapdıqdan sonra nöqtə upper, yəni bunu yazdıqdan sonra bu şəkildə, yəni upper tətbiq etdik. O da nə deməkdir? Vermiş bu sətrin bütün simvollarını böyükdür. Demək, birinci çap olunacaq bu, ikinci çap olunacaq bu. Bu da hansı variantdadır? A variantında.